Herkese selam. Ben Mehman. Bir de evet ya da direkt videoya keçeyim. Yine karanlık bir otaq, yine mən və yine kanal puanlama. Hadi videoya keçək. Əvvəla sırayla gedək. Əvvəla Turan Azizov kanalı ilə başlayaq. Bu kanal daha əvvəldən incələmələrimdən bilənləriniz Hər kəsə salamlar. Bu gün mən sizə SSR haqqında məlumat verəcəm. Görürsünüz ki, bu onun bayrağı ilə xəritəsidir. Aslında burada qeyd edilib. Nətəri? Bir dəqiqə. Hər kəsə salamlar. Bu gün mən sizə SSR haqqında məlumat verəcəm. Görürsünüz ki, bu onun bayrağı Mümkünatı yox. Bu qədər yaxşı bir xəritə ilə çəkmək. xəritəsidir. Aslında burada qeyd edilib. Yəni zaman keçmədən videomuza başlayaq. 30 dekabr 1922-ci il. SSR və Məlumatlandırıcı videoda sonra istəyərəm. Profil fotosu yaxşıdır. Sadə və real şəkil gözəl. Adı da yaxşıdır. Bu nə deyir və buna digər atdımı tam onu da bilmirəm. Bu da yaxşı. Linklər var. Açıqlama sadə, az və yaxşı. İzlənmə də yaxşı. Toplam izlənmə. Yəni əsas kanal olaraq işlətməyə çalışsa da nətər deyim, çoxdan oyun kanalında böyüdüyü üçün bu kanalda biraz daha işi çətindir. Oyun içərikləri daha çox tutur, nəinki coğrafiya. Gözəl. İndi puanlamaya keçərsək 20 videoya 89 abunəsi, şortların izlənmələrinə baxaq. Gözəl. Şort izlənmələri həqiqətən gözəl. Deyəm ki, təzə kanalda sayılar. O yüzden təzə kanal və yeni başlamağı, içəriyin çətinliyini də nəzərə alsaq 9.5, yəni 9.5. Amma genel olaraq digər bütün kateqoriya kanallarından yaşdırsam 8 ya 8 olar ya da ki də 7.5 və yaxud 7.9 filan. Bu aralıqda 7 ilə 8 arası deyim. Option 7.5 deyək. Normal bütün kanallarla yarışdırsaq. Kapak fotoğrafları gözəldir yəni. Bu xaric hamısı daha yaxşı görünür. Bu hazır kapak fotoğrafı deyə o qədər də çox gözümə oxşamır. Həm də ki də nətər deyim, insan daha çox təbii kapak fotoğraflarını daha çox meyil edir. Neysə, bir də bu kanalı puanladıq. Sıradaki kanal